Bu həftə qoçlar haqqında deyim. Saf, təmiz, sadəlöv və bu həftə sadəlövlüyünüzə görə əziyyət çəkə bilərsiniz. Ehtiyatlı olun. Amma bu qədər də sadəlöv olmayın da. Boğalar haqqında deyim. Bu həftə məsuliyyətli olun, ehtiyatlı olun. Məsuliyyətli və ehtiyatlı olsanız, həmişəki kimi qalibiyyət sizin olacaq. Əkizlər, etibarınızı itirəcəksiniz bu həftə. Çalışın, ehtiyatlı olun. Başınız ağrıya bilər. Xərçənglər haqqında deyim, ümumiyyətlə enerjili adamsınız. Bu həftə enerjinizi boş işlərə xərcləməyin. Hər şey sizin özünüzdən asılıdır. Amma görkəmdən siz çox məsuliyyətli və enerjili, ehtiyatlı adamsınız. Yenə də ehtiyatlı olun. Şir bürclərinə deyim, ümumiyyətlə siz çox diplomatik bir bürcün adamlarsınız. Amma ona güvənməyin. Yenə də ehtiyatlı olun. Qız bürcləri üçün deyim, siz çox iradəli bürcsünüz. Amma bu həftə heyf ki, iradəviz, gücünüz yenəcək. Amma yenə də hər bir şey insanın öz əlindədir, öz iradəsindədir. Siz istəsəz güclü ola bilərsiniz və iradəli ola bilərsiniz. Tərəzi bürcləri, bu həftə sizin tərəzidə ölçdüyünüz ölçülər doğru gəlməyəcək, haramçılıq olacaq. Yenə də ehtiyatlı olun. Haramçılığa şəraiti yaradan siz özünüz ola bilərsiniz. Əqrəb bürcünün adamları çox cəsarətlidirlər və uduzmağı qəbul eləmirlər. Amma bu həftə cəsarətiniz yenə bilər, gücünüz yenə bilər. Sizdən asılıdır. Ox atanlar bu həftə çox gümrah səhhətləri və işləri, talihləri barəsində biraz uzun müddətdir ki, əziyyət çəksələr də daxildən görkəmləri çox şah, çox belə gümrah görsənsə də, amma bu həftə əziyyət çəkdiyi o günləri unudub gözəl günlərə başlayacaqlar və sizi bu həftə sürpriz, sizə alqı-satqı, sənət işi görsənir, siz udacaqsınız. Oğlaqlar ümumiyyətlə işgüzar adamlardır və bu həftə işi də evə gətirəcəklər. Amma biraz özünüzə istirahət ayırın, vaxt ayırın, ailəvizlə gözəl günlər keçirdin, yaz gəlir. Hər şey gözəl olacaq. Dolçalar, çox müstəqil adamlarsınız. Elə belə də davam edin. Güclü də görsənirsiniz. Nə olur olsun, o cür də görsənin. Çox gözəl günlər sizi gözləyir və bu həftə sizə küllü miqdarda, amma hamınıza demirəm, bəzilərinizdə küllü miqdarda itirdiyiniz nələrsə əldə edəcəksiniz. Balıq bürcləri üçün deyim, çox mərhəmətli insandırlar. Elə səhvlər buraxırlar ki, dərindən fikirləşsələr, özləri də bilər ki, dis hərəkətlər eləmirlər. Bu həftə çox ağırlanacaqlar və bəziləri də istər ailələrinə, istər sevdiklərinə çox qısqanacaqlar. Amma bu şəraiti özünüz yaratdınız.